Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Əhaliyə 8-9 noyabrla bağlı xəbərdarlıq. Noyabr ayında yer kürəsinə zərbə vuran maqnit qasırğalarının artma ehtimalı ilə əlaqədar ekspertlər ciddi xəbərdarlıqlar edirlər. Bu, günəş fəaliyyəti dövründə maqnit sahəsinə təsir edən güclü fırtınaların artmaqda olduğuna dair siqnaldır. Musavat.com xəbər verir ki, NASPAS tərəfindən 20 oktyabr, 15 noyabr dövrü üçün açıqlanan 27 günlük kosmik hava proqnozuna görə 8-9 noyabr aralığında və 15 noyabr tarixində maqnit fırtınaları G1, G2 səviyyəsində, yəni yüngül orta gözlənilir. Eyni zamanda kosmik hava saytı Spasiater.com göstərir ki, yer səthində aktiv maqnit sahəsi narahatlıqları artıb və şiddətliyə nöqtəyə doğru meyl var. Bu fırtınalar nəticəsində peyklər, naviqasiya sistemləri, radio kommunikasiya və elektrik şəbəkələri risk altında qala bilər.